ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında ölçülən indeksi azalmağa davam edir. News 24 az banker azasının adlı xəbər verir ki, ABŞ dolları cümə günü 3 illik minimuma çatdıqdan sonra əsas ticarət tərəfdaşlarının valyutalarından ibarət səbətə qarşı 0,6% düşüb. İnvestorlar Donald Trump'ın tətbiq etdiyi gömrük rüsumlarından sonra dünyanın ən böyük iqtisadiyyatının asılılığı azaltmağa çalışırlar. Swap bazarlarının məlumatlarına görə traderlər ABŞ-da faiz dərəcələrinin 2025-ci ildə cəmi 3 dəfə, yəni 0,75% bəndə qədər azaldılacağını proqnozlaşdırırlar ki, bu da Trump'ın azadlıq günü adlandırılan gündən əvvəlki proqnozlarından bir qədər çoxdur. Dollar təzyiq altındadır və ABŞ aktivlərinə dair narahatlıq hələ də qalır deyə Barclays-in inkişaf etməkdə olan bazarlar üzrə makrostrategiya şöbəsinin rəhbəri Mitual Kotecha bildirib.